Və bu da onlardan gələcəkdə ata olmaq şansını biraz aşağı salır. Ancaq bunu çox təəssüf ki, bəzən pasiyentlər vaxtında müşahidə edə bilmirlər. Cinsi funksiyanın azalması, ereksiyanın zəifləməsi müşahidə oluna bilər. Kayalar öz funksiyasını düzgün icra edə bilsin. Varikoseli cinsi zəifliyə səbəb ola bilərmi? Bunu məndən soruşurlar. Ola bilər o halda ki, varikoseli artıq ikinci, üçüncü dərəcədədir və bu devirdə artıq get-gedə cinsi həvəsin sönməsi, libidanın sönməsi və eyni zamanda cinsi funksiyanın azalması, ereksiyanın zəifləməsi müşahidə oluna bilər. Ancaq bunu çox təəssüf ki, bəzən pasiyentlər vaxtında müşahidə edə bilmirlər və gecikmiş halda müraciət edirlər. Və bu zamanda spermatozoidlərin aktivliyinin aşağı enməsi müşahidə olunur ki, spermoqram analiz verdikdə görürük ki, xəstələrdə spermanın faizi, yəni kəmiyyət və keyfiyyəti aşağı düşmüşdür və bu da onlardan gələcəkdə ata olmaq şansını biraz aşağı salır. Bu nöqteyi nəzərdən varikoselisi olan bizim şəxslər, bizim kişilər vaxtında müraciət etməlidirlər ki, bu aşkarlansın və qarşısı vaxtında alınsın. Bunun da yeganə yolu varikoseli əməliyyatını düzgün icra etmək və varikoz genişlənməni aradan qaldırmaq lazımdır ki, kayalar öz funksiyasını düzgün icra edə bilsin.